Hamınıza salam əziz dostlar. Bugün sizlərlə Hayatta Kalma Minecraft'ın ikinci bölümünü çəkirik. Axşamüstü madənə gedəcəyik. Ondan öncə evin üstünü tamamlayacağıq. Axırıncı bir tələm-tərəsi eləmişdik deyə bu cürünə alınmışdı. Evi tamamlayandan sonra axşam madənə edəcəyik. Taxtamız azdır. Gələ balta eləyək. Hətta kazma da madən etməkdən eləməliyik. Balta edib gələ gedək ağacdan biraz odun qırıb taxta düzəldək. Taxtamız azdır, çatmayacaq evin üstün bağlamaya. Nə qədər səhər çağıdır elə gedərik, odunu da cəld bir şəkildə qırarıq. Sonra onsuz evin üstünə satmayacaq. İlk YouTube atdığım video yaxşı da baxış gəlməsə də demişdim bir 100 bəyəni falan gəlir, gəlmədi. Amma yenə də dedim ikincisində çəkim. Yenə davam eləyəcəm inşallah yavaş-yavaş. Baxanlar olub ama video, amma yenə də abunə az gəlib. Eybi yox, yenə də dedim ikinci videonu da çəkim. Onsuz ilk videodan çox baxış gələcək deyə bir şey yoxdur. Nəysə, indi evə nələr lazımdır onlardan evin üstü bağlayacaq, evə pəncərə lazımdır, soba falan da eləməliyik, yataq da yoxdur, axşam gecələr olur, heç nə səhərə qədər məcbursan oyaq qalasan. Görəsə axşama qədər bunları çatdıra biləcək, bir dənə bura crafting table qoyaq, burada bir dənə kazma eləyək sürətli bir dənə şəkildə. Bir dənə də balta eləmək istədim, taxtamız azdır, nəysə gedək madəndən daş kazay, soba falan düzəldək burada. Görürsən burada kömür var burada. Kömürdən meşale eləyək, axşam olur. Onsuz yatağımız da yoxdur. Məcbursan indi səhərə qədər oyaq qalasan. Elə bunları da götürək. Buradakiləri sürətli bir şəkildə. Adam məni gözləyirmişsiniz. Siz də bu gəlməyimi gözləyirmişsiniz. Sizi elə kazma ilə öldürərəm. Yala, nə istəyirsən axı? Hara gəlirsən? Ölmür, ölmür. Kazmam birdən zombiyə görə getdi. Bir daş da qaca bilmədi. İçində isə gedək görək elə. Bir dənə burada meşale düzəldə bilib, meşale düzəldək. Bir dənə 8 dənə düzəltdik ya da. İndi bir dənə hələlik bura ataq. Bir dənə də bura ataq. Aydınlıq oldu, aydınlıq. Bir dənə də burada içəri girək. Burada içəri girək nədə də çalışdım ona. Bir dənə çölə ataq burada. Bundan sonra evimizin ışığı da var. Evimizi ışıqlandırdıq dostlar. İndi burada bir dənə bu ləzzət eləmədi mənə. Bu nədir bu? Bir dənə bu qapının altında torpaq var. Qapının altında torpaq var. Qaqa. Bir dənə torpağı qıraq. İndi baba. İndi ev adama oxşayacaq. İndi bura bir dənə. Gör nə qədər fərq oldu. İndi yavaş-yavaş evi normal qaydaya sala bilirik. Bir dənə qaldı üstü. Sonra içərisində zaten biraz səliqə salıb bir dənə dekor eləyərik. Bunlara qırıram ki, bəlkə indi çatdı, bəlkə balta eləyə bilirdi. İnanmıram balta verir, yenə də yoxlayayım bir dənə. Bəlkə çatdı. Yox, vermədi, balta vermədi. Dedim tez tələsik gedərdik. Cəld bir şəkildə odun qırardıq, onu taxta eləyib evin üstünü bağlayardık. Evin elə lazım olan çox şey var, pəncərəsi falan yoxdur, elə tam olaraq evdə elə. Elə bu ağacdan biraz odun zad qıraq. Bir gedək balta ilə kazmamıza eləyək ki, işlərimizi daha rahat görə bilək. Odunlarımızı qırdıq dostlar. İndi gedirik crafting table'da bunlar balta, bir də kazma düzəldək. Ola bilər ki, səsim yaxşı gəlmir arada videoda. Xəstəyəm deyə səsim yaxşı gəlməyə bilər. Nəysə, buradan bir dənə kazmamızı düzəldək. Madənə gedəcəyik deyə. Hələ indi gedək evimizin üstü üçün eləyək. Yəni nə deyir? Evimizin üstünü bağlayaq. Taxtalar çürüdür, səhərdən yağış yağır. Bu ağac həmin evimizin elədiyi ağacdan deyil. Evimiz biraz taxtası ağdır. Bu biraz qaradır. Elə mən odunları qıra ki, axşam oldu. Hörümçək zaten yığışdır evin qabağına gəliblər. Nəysə, evimizin üstünü bağlayaq. Madənə onsuz gedəcək. Axşam oldu, olmadı. Madənə edəcək. Hətta belə aksiyonuzdadılar. Axşam sağı madəndə, çöldə bayırdı. Zaten creeperlar, zombilər, hörümçəklər, creeperlar falan olurlar. Heç nə toy eləyirlər özləri üçün. Burada indi evimiz üçün taxtamızı düzəldək. Evimizin üstünü bağlayaq. Mən də evin üstünü bağlayanda sizdə bir dənə video bəyənməyibsə bir dənə bəyənin. Baxın gör, bəlkə də abunə olmayıbsa bir dənə abunə olun. Kommentlərdə hətta yazın ki, əgər istədiyiniz bir başqa oyun varsa, başqa oyunu çəkərəm, gələm videoda və ya da istəyirsiniz bunun davamını gətirək. Bunun davamını gətirsək elə online uşaqlarla falan böyle qoşulmaq istəyirik. Sonra hətta bəlkə şəhərzad elədik burada. Bəlkə böyük işlər gördük. Mən də elə indi fikir verirəm. Həm canım azdır, həm də
ət yeməliyəm. Yəni ətim də var, toyuq əti var. Prosta onu deyim bişirməyim ki, daha yaxşı olsun. Madəni etdim soba üçün biraz tez. Bir dənə 11 dənə daş qazdım. Burada sobamızı eləyək. Elə madənə getməmişik. Yəni madəni getdik, amma madəni elə daş bizə çox lazımdır. Elə madənə birazdan gedəcəyik. Burada indi bir dənə soba eləyək. Bir dənə tez tələsik bir dənə yeməyimizi qoyaq bunu bura. Ətimiz bişir, indi yeməyimizi yeyəcək, cana gələcək və belə rah belə işləyəcək. Axşam olub belə baxım elə daha gəzişirlər orada özləri üçün, elə məni görməyiblər. Birazdan elə madənə edəcək. Aksiyon olsun deyə elə özüm axşam sağa gedirəm ki, aksiyon olsun da qaqa. Bir dənə burada yeməyimizi yeyək, cana gələk, rahat işləyə bilək. Madəndə bir işlərimiz çoxdur. Elə bizə daş çox lazımdır, daha iyi. Hər açılsın pəncərəni mütləq bağlayaq. Pəncərəni oradan görürlər, gəlirlər adamın üstünə. Daş qılıncımız var, madənə pulunu gedə bilərik. Prosta evin üstü qaldı. İndi bir dənə gedək elə madənə 5 dəqiqəlik bir dənə. Görə elə qaqaşlardan kim var orada başa salıyor onları. Girməmiş biri gəldi. Hadi kazma ilə mən də bunun üstünə gəlmişəm. Gəl görüm nə dersən. Hadi 2 dəfəyə getdik burada. Yəni burada dayan da qaqa, indi gəlmişik də. Sən hələ mən ölmürəm. 4 dənə zombi ətimiz var. Ürəyimiz azdır, gəl elə ürəyim az ola gör necə mələtdim onları. İndi qaqalar kimdir, özlərini nə bilirlər, mən başa düşmürəm, gəlirlər mənim üstümə. Siz kimsə qaqa, sizi mən mələdərəm. Amma biri deyil, indi səni hara gəlmişik bizə? Biz haradayıq? İndi bizə atdı bu, biz hara gəldik ya? Gərək evə elə eləyərdim ki, öləndən sonra əslində yaxındır ev bu yana. Burası axşamdır, həm də yol yadımdan çıxıb. İndi bu yanlarda bir yerdədir, bir taparıq bir şeydə. Bunlar da elə üstümə gəlir. İndi tapacağıq. Ola bilər yol yadımdan çıxıb deyə. İndi bu yanlarda bir də gəlirlər, tak qataraq. Nə olub? Gələ sağ madənə yetmək belə olur ha. Yo, tapacağıq madənə də gedəcək qaqa. Aksiyon dedi, aksiyondur da bu. Prosta bu nə olub da, gözləyin də, ola belə nədir, nə olub? Gəlin lan, vallahi siz də gəlin lan. Onlar da gəlsin, bunlar da gəlsin, topunuz gəlin. Hamısını bir başa saldım, hamısını öldürdüm. Tabii efendim. İndi evimizə baxaq, axırıncı dəfə nələri qalmışdı. Çox da uzaqda döyülmüş, yəni sadəcə axşam idi, bir də yolu yaddan çıxartmışdım deyə biraz tapdı axırda, əsas olur ki, burada öldürmüşdü axırıncı dəfə bizi. Bunları alaq, buradan bir dənə bura bir dənə meşalə. Hələ qabağa meşalə var. Burada daşdan, kömürdən zaddan eləyirlər. Elə buradan da gəlirlər. Nə olub? Bir dənə qaqa işimizi görək də. Bir daş qılıncına gəlir la. Gəlin elə, sizi başlayacağım. Bu da sizi başlayacağım. Qisas vaxtı. Bu gün qisas vaxtıdır. Dadang. Bax, o daş qılıncı səndən alacağam. Qoymayacağım heç yuxarı çıxacaq. Bax, qoymayacağam. Elə orada mələ dedim sizə. Daş qılıncı səndən alacağam. Bax, daş qılıncı sən mənə verəcəksən. Da, vermədi daş qılıncı. Ay verib, daş qılıncı da verib. Havaydan daş qılıncımız da oldu. Zombidən daş qılıncı uğurladı yola. İndi burada isə daşdan, kömürdən indi qazacaq. Bizə onsuz meşalə də lazımdır, meşalə. Hər ehtimala qarşı biraz buradan kömürdən zaddan götürək. Lazım olurdu indi adama. Daşdan zaddan indi qazarıq. Kazmamız qırındı, əlimlə indi daşları qazdım. Onsuz daş, yəni bəs eləyərdi, yəni hələlik bu qədər bəs eləyər. İndi isə nə işlərimiz qaldı? Burada panda var ola. O yüzden ana baladılar bura bu. Gör indi mən harada qalıram. Qaqa panda zat da var burada. Elə bir yerə gəlmişik. Lazımdır bir dənə balta. Bunları qırın. Bunlar onsuz lazım olacaq. Bizə hələlik lazımdır. Bizə daş balta lazımdır. Evin üstü elə qalıb ha. Gör nətdə indi vəziyyət. Evin üstü elə qalıb. Bir dənə özüm üçün bir dənə daş balta düzəldək. Sonra gedək odun qıraq. Gərək taxta eləyək. Evin üstünü bağlayaq. Adam əsəbləşirik qaqa. Daş balta eləyək burada. Da ağlıma gəldi. Əgər videonu bura qədər izləyibsinizsə, gələn 3-cü videoda əgər YouTube videonu önərsə, qabağınıza çıxsa kommentlərdə etiraflarınızı bildirərsiniz. Mən də onları 3-cü videoya qoyaram. Həm videonu daha maraqlı eləyərəm. Daha qəşəng olar video. Səhərdən bunu tutmaya çalışıram, amma deyəsən balıq olmasa olmur. Bunu evcil heyvan eləmək istəyirdim da elə balıq yoxdur. Bir dənə indi isə gedirik. Burada da marağıma dəyəm madən oldu. Əgər istəyirsə 3-cü bölümdə o madənə girib baxarıq.
Hey, bəlkə qızıldan, elmasdan falan tapa bildik. Hətta tapmamaq olmaz çünki maden yekə maden oxşayır. Belə işıq da var içəridə, yəqin lav falan olar. Yəni gizemli bir maden oxşayır. Yəni istəsə gələn bölümdə ora gedərik. Altda kommentdə bildirərsiniz. Oyundur. Yine donuz yemirəm, orada səni öldürəcəm. Səhətimiz olsun da, orada oturub yemək lazımdır. Qəribə belə quşlar, pandalar falan. Hardayım dedim, belə çox maraqlı bir yerdir. Bəlkə də videoya baxan çox insanın belə çoxdan gözlədiyi bir şey olur bu dəqiqə. Evimizin üstünü bağlayırıq və axır ki bir ev kimi görsənməyə başlayacaq. Axşam yenə olur. Evin pəncərəsini düzəldə bilmədik. İnşallah onun üçün gələ bir dənə dəniz yoxdur bu yanlarda deyəsən. Yəni biraz uzaqlara gələ gedəm. Yəni dənizdə qum lazımdır şüşəni düzəltmək üçün. Dəniz tərəflərdə qum olur ən çox. Evimizin üstü bağlandı. Təbrik edə bilərsiniz. Buradakı lazımsız taxtaları da qıray ki, qoy belə səliqəli ev görsənsin. Ondan sonra da ev üçün lazım olan ən çox lazım olan şey olur da. Yataq lazım olacaq, bir də şüşə lazım olacaq bu yanlara pis görsənməsin deyə. Ondan sonra başımızı soxmayıb balaca evimiz olacaq. Bir dənə də sandıq düzəltdim. Bu sandıqda indi belə yox, belə qoyaq ki, o belə qəşəng görsənsin də beləncə. Bu tərəfdə də var. Boş qalmasın, yəni evin ikinci bucağı boş qalmasın. Yan-yana qoymayım. Bir dənə də şey eləmək istəyirəm. Dəqiqə. Meşale qoyaq bir dənə bura, bir dənə bura. Bu aydınlanmaya başlayıb. Bu yavaş-yavaş qəşəng olur. Bir dənə bura, bu iki dənə götürək və buradakiləri şit görsənirlər. 4 dənə olanda 2, 4 dənə o şey belə 2 dənə burada, 2 dənə burada bəsdir. Çöldə də bir dənə qəşəng bir dənə düzəldək. Buradakiləri bir dənə bura qoyaq, bir dənə ortaya, bunu qır. Bir dənə də bura. Su. Belə hədəf. Belə yavaş-yavaş qəşəng oldu da yəni. Belə də çıxmalıdır. Ön axada başlayırlar ox atmaya zaten. Nə oldu da? İndi belə də içəridə normaldır. Bir dənə yataq çatmır, bir dənə də şüşə çatmır. Ondan sonra yavaş-yavaş düzəldəcəyik. Yemək bişiririk. Yemək yeyəndə ət bişiririk. Karakterimizi az saxlamalı deyilik ki oyunda. Özüm də acımışam indi. Videonu qutaran kimi bir dənə nahar yeyəcəm. Dənə aha bişdi bu da. İndi isə əziz dostlar, istəyirəm yavaş-yavaş videonu sonlandıram. İndi gələn videoda əgər YouTube sizə bu videonu önəribsə, qabağınıza çıxıbsa, videoya baxıbsınızsa, görübsünüzsə, bəyənibsizsə, kommentlərdə istədiyiniz bir oyun adını deyə bilərsiniz, oynayın. İstəyirsiniz bunun davamını gətireyim. Belə, hətta etiraflarınızı yazın, videoya qoyaram. Həm oxuyarıq, həm deyərik, həm gülərik, oyunumuzu da oynayarıq. Videonu harca bir 10 qat maraqlı eləyərik də, yəni. İndi isə videoyu bəyənib abunə oldun. Heç nə. Başqa heç bir istəyim yoxdur. Sağ olun, salamat qalın.